Axşam məşqə gedirsən, öncədən nə yeyə bilərsən? Qreçka da təmiz karbohidrat bizim enerji mənbəyimizdir. Onun hesabına məşq edirik. Xiyardır, turşusu. Təbii ki, bədənə duz lazımdır. Əgər yarışa çıxmırsansa yeyə bilərsən, amma az faizdə. Bir də ki, burada soğan, kök, bibər qarışığı var azca. Bir də ki, mal əti ya da qoyun əti. Azca da olsa kreatin var tərkibində, özü də gec həzm olunur. Bunu yeyəndən sonra bir saat yarım, 2 saatdan sonra məşqə getsəz daha yaxşı olar. Gələndən sonra nədir? Toyuqdur dostlar. Professionallar niyə məşqdən çıxandan sonra toyuğa üstünlük verir? Çünki tez həzm olunur ona görə. Bir də ki, 2 dilim pendirdir. Təbii ki, ağ məhsullar insana yuxu verir. Axşam bizə o lazımdır ki, yuxuya tez yataq. Bir də ki, karbohidratı əvəz eləyən qarğıdalı, yəni yeyə bilərsiniz. Çünki biz daha axşam fiziki itki vermirik, ancaq elə telefonla oturacaq və s. Bir də ki, zeytun. Təbii ki, bədənə də, əzələyə də yağ lazımdır, amma təbii yağ, amma az bir miqdarda. Təbii ki, əlavə olaraq yenə də soğan, bibər, yəni kök qarışığıdır. Bir daha söyləyirəm, bunu yeyəndən sonra üstündən su içməklə 1 saatdan sonra içərsən. Yenə deyirəm ki, əgər bu təbii məhsuldursa, yəni sağlam məhsuldursa, o demək deyil ki, sən bunu çox yeyəsən, depo yaradasan. Bədən istədiyi qədəri götürür, ondan artığını götürmür. Çünki sintez olunmuş, yəni qida deyil. Bir daha söyləyirəm ki, çalışın sağlamlığınızı qoruyun. Hər kəsə uğurlar.